Salam əleykum. Sağ olun. Salam əleykum. Xoş gəldiniz. Salam. Xoş gəldiniz. Cənab Prezident gəlmişəm. Salam əleykum. Ne yaxşı gəlmisən. Sən bax bu qapımız sənin üzünə açıqdır. Siz də xoş gəlmişsiniz doğma vətənimizə. Sənin hesabına, sənin sayəndə gəlmişik. Allah səni bizim üstümüzdən əksik eləməsin. Mənim qızımı niyə gətirməmsən, görərdin. Onun da salamı var sizə. Məndən çoxlu salamlar apar. Şuşa qızından. Mütləq. O da Şuşa qızıdır, bilirsiniz də. Nə yaxşı gəlmişsən bala. Bala, bizi nə yaxşı torpağımıza gətirmişsən. Ayağımız torpağımıza dəyib. Allah səni 1000 yaşatsın, 100 yaşatsın. Üstümüzdən əksik eləməsin. Çox sağ ol. Sağ ol. Siz də xoşbaxt yaşayın burada. Doğma Qarabağ torpağında. Neçə gündür qayıtmısınız? 3 gündür. 3 gündə yetişmişik, rahatlaşmışıq. Gözəl havası var, gözəl suyu var. Qadan qalım sənin. Sən ki bizi gətirdin, çıxartdın bu torpağımıza. Sən Allah üstümüzdən əksik eləməsin. Sağ ol, çox sağ ol. Bura birinci növbədə doğma vətəndir, vətən torpağı. Vətən ayrı şeydir. İkinci tərəfdən də bura kuror zonası. Təmiz havası, suyu, elə iki meşələr, gecənin dağlar. rahatçılığı, iki gecənin rahatçılığı. Aramız Heç biraz yerdə sən adamdır. Orada başında da böyle terli. Bura gələndə deyir çox rahatam. Burada da o təzyiq olmamalıdır, burada heç olmamalıdır, heç bir xəstəlik burada Sənin olmamalıdır. hesabınadır hamısı. Buranın bir havası özü də dərmandır. Gözəl. Bax, burada görsən nə gözəl, nə Səhər gözəl. açılır, bax gelir, mənzərə açılır, adam baxanda gözü oxşayır. Adam ürəyi açılır. İşğal dövründə necə idi yaşayışınız? İşğal dövrü çətinliklərimiz çox. Bakıda yerləşmişdik. Sumqayıt Bakı. Aman Allah şükür gəlmişsiniz. Artıq o dövr qaldı arxada, getdik. Şükür Allah. Sizin sayənizdə. Burada nə ilə məşğul olursan? Mən hal-hazırda indi elə Şuşa Azərbaycan əməkdaşıyam. Orada. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi işçisiyəm. Bəli. İndi yəqin ki, ola bilər, burada ehtiyac olacaq, elə bura. Burada Laçın da yaxındır, Şuşa da yaxındır. Ortalıqdır. Ya hər tərəfə, hər tərəfə. Yol da çəkilir, görmürsünüz, genişləndirilir. Çox gözəl. İndi turşusu da tikilir. Bəli. Yəni qonşuluqda da kətlər bərpa edilir. Allah qorusun. Darıxmayacaqsınız burada. Turşuda mənim evimi, dağıdım var, yoxdur. Amma bağım durur. Ağaçlar var. Bəli də bağı bərpa edəcəksiniz. Bağım, bağçam durur. Turşusu nə var bizdə hazır olacaq? Gələnlər. Orada da indi evlər tikilir, keçmiş köçkünlər üçün. Amma bağ eviniz olubsa da gəlir gedəsiniz ora, dincələsiniz bağa. Sizin hesabınızdadır, bağ. Bir də təbrik edirəm sizi. Çox sağ olun. Əksik olma. Sağ olun. Bizim köyəyimiz. Sonra dövlətimizin başçısı Böyük Qala Dərəsi kəndinə qayıdan sakinlərlə görüşdü. Yerə bir peyzaj dəyməsin sizə. Sizin sayənizdə gözəl bir mənzərədir. Bəli, çox şükür, çox şükür. Sağ olun. Sağ ol. Sağ ol. Teşekkür ederim. Vallahi bir şey yumruğunuzu var eləsin. Teşekkür ederim. Sağ ol. Çok sağ olun. Sağ olun. Sağ olun. Yəni, ilk növbədə sizi bayramlar münasibətilə təbrik edirəm. Yol açın. Yol açın. Gəl yanıma. Həm müstəqillik, həm Qurban Bayramını doğma Qarabağ torpağında siz qeyd edirsiniz. Böyük xoşbəxtlikdir. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Sağ olun, var olun. Uzun fasilədən sonra doğma vətənə qayıtmaq böyük xoşbəxtlikdir. Şərəfdir bizim üçün, şərəf.
Və burada sizin üçün gözəl şərait yaradılıb. Burada evlər demək olar ki, əksəriyyəti dağılmışdı. Onların 17-si hazırdır. 20-si də ikinci mərhələdə hazır olacaq. Və ondan sonra da evlər tikiləcək. Burada qonşuluqda da iş gedir. Kiçik Qala Dərəsi, Turşsu, Sarıbaba, Laçın da yaxındır, Şuşa da yaxındır. İndi yeni yol da çəkilir və gediş-gəliş də daha rahat olacaq. Yəqin ki, görmüsünüz, Şuşa-Laçın yolunu biz genişləndiririk. Həm də ki, tunellər inşa edilir. Ki, hər şey edilir ki, insanlar burada rahat yaşasınlar. Və əsas odur ki, doğma vətən torpağında. Müstəqillik böyük nemətdir, böyük nailiyyətdir. Amma əsl müstəqillik o vaxt olur ki, ölkə müstəqil siyasət apara bilsin. Bax, Azərbaycan o ölkələrdəndir. İndi dünyada 200-ə yaxın müstəqil ölkə var. Amma demək olmaz ki, onların hər biri doğrudan da müstəqildir. Biz sözün əsl mənasında müstəqil dövlətik, çünki öz taleyimizi özümüz həll edirik. Siyasətimizi heç kimə baxmadan aparırıq, xalqın, dövlətin naminə, milli maraqların qorunması əsasında və buna görə də dünyada böyük şöhrət qazanmışıq. Baxmayaraq ki, torpaqlarımız uzun illər erməni işğal altındaydı, hətta o vaxt müstəqil siyasət apararaq böyük hörmət qazanmışıq dünyada. Və əlbəttə ki, 2-ci Qarabağ müharibəsi və ondan 3 il sonra antiterror əməliyyatı bizim şanlı zəfərimiz ölkəmizin, xalqımızın nüfuzunu dünyada daha da artırmışdır. Müstəqillik əldə ediləndə 91-ci ilin oktyabrında o vaxt hakimiyyətdə olanlar ərazi bütövlüyümüzü qoruya bilmədilər. Hakimiyyətə can atanlar faktiki olaraq Şuşanı, Laçını, o cümlədən bax bu gözəl kəndi Ermənistana demək olar ki, satmışdılar. O vaxt hakimiyyət uğrunda mübarizə gedirdi. O vaxt ki, hakimiyyətə qalmaq istəyirdi. Hakimiyyətə can atan Ağacı Müsavat istənilən yollarla hakimiyyətə gəlmək istəyir. Buna görə də təhribat nəticəsində bax, bu gözəl diyarımız Ermənistana verildi. Ki, yenidən bax, Azərbaycan bu fəlakətlə üzləşsin. Ondan sonraki dövrdə sizin yadınızdadır. Vətəndaş müharibəsi, torpaqlarımızın itirilməsi, Şuşa-Laçın işğal olunandan sonra bu kənddə işğal olunub Ermənistanla keçmiş Dağlı Qarabağ arasında coğrafi bağlantı yaradılıb və ondan sonra işğal əfsuslar olsun ki 30 il davam etmişdir. Biz güc yığırdıq, güc topluyorduk, həm iqtisadi, həm hərbi, həm beynəlxalq müstəvidə və hazır olan zaman gəldik və elə gəldik ki, bütün dünyaya səs saldı bizim şanlı zəfərimiz. Həm 20-ci il, həm də 23-cü il şanlı zəfərimizdir və biz əbədi bu zəfərlə fəxr edəcəyik. Və bugün Azərbaycan ərazisində hər qarış torpaq bizim nəzarətimizdədir. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü tam bərpa edilmişdir və əldə edilmiş sülh bizim şərtlərimiz əsasında olmuşdur. Bu bir daha göstərir ki, xalqımız böyük xalqdır. Əzab, əziyyətə baxmayaraq əyilmədi, iradəsini yerində saxladı və bir ümidlə yaşayırdı ki, gün gələcək və bu torpaqlara biz qayıdacağıq. Və son illər ərzində, 2003-cü ildən bu yana keçmiş köçkünlərlə çoxsaylı görüşlərimdə, həm işğal dövründə, həm zəfərdən sonra bir daha əmin oluram ki, nə qədər bizim xalqımız əzəmətlidir, vüqarlıdır və yenilməzdir. 30 il siz doğma diyarınızdan məhrum edilmişdiniz, amma ümidinizi itirmədiniz,
bizi kırmadınız ve inanırdınız ki bu gün gelecek. Bəli, dəmir Ve yumruğa geldi. inanırıq. Demir yumruk hesabına, halkımızın birliği hesabına, ordumuzun kudreti, şehitlerimizin kanı canı bahasına bugün buradayız. Ve bundan sonra bizi hiç kim buradan terk edebilmez. Aksine her gün gücümüz artır, imkanlarımız artır. Bölgede söz sahibiyiz. Ve indi de artık 5 ildir ki bu Ermeniler tarafından viran koyulmuş torpaqları, şirketleri bərpa edilir. Öyle necə? Dünyada bunun payı bərabəri yoxdur. Cəmi 5 il ərzində bu qədər iş görmək ancaq güclü dövlət edə bilər və xalq iqtidar birliyi bax bu güclü dövlətin əsasını təşkil edir. Bizə isə bundan sonra ancaq can sağlığı, bu gözəl havanı udun, gözəl suyu için, gözəl mənzərələrə Hə, gözəl. tamaşa edin ki, gönül açılsın, adamın zövqü oxşasın. Orada baxırlar bizə. Peşman olurlar. Ki, bir baxırdıq, bəli. İndi deyirlər ki, günah özlərindədir. Yaşayırdılar, hər şeydir, yüzədir. Ben Laçınlarla görüşəndə Laçın şəhərinə biz ilk keçmiş günləri qaytaranda hələ oturmuşdum, hələ düz elə bu mənzərə gözümün qabağında dedim ki, bilin ha, biz sizi görürük. Özünüzü yaxşı aparın. Allah sizə də xoş gəldiniz. Təbrik edirəm. Aynı şəkil çəkdirək birlikdə. Hə, burada bu gözəl mənzərədə. Təbrik edirəm. Sağ olun. Qurban Bayramı münasibətilə, müstəqilliyimiz münasibətilə təbrik edirəm. Çox sağ olun. Bu gözəl torpaqda, o gözəl vaxtınızı sərf edib, bu vətəndaşlarla bu gün görüşdüyünüz üçün sizə çox sağ ol deyirəm. Bu qala dərəsi sakinləri adından sizə çox sağ ol deyirəm. Bizim salamlarımızı hörmətlə Mehriban xanıma çatdırmağınızı istəyirəm. Çox sağ olun. Çox sağ olun ki, bu gözəl vətəndə, bu torpaqda bizlə görüşdünüz. Allah şəhidlərimizə rəhmət eləsin. Sizə can sağlığı, uzun ömür arzulayıram. Çox sağ olun. Şanlı zəfərimizdən sonra bu gözəl bayramı, 28 may Müstəqillik Günü bayramını azad edilmiş torpaqlarda qeyd edirəm və bu artıq bir ənənəyə çevrilir. Hesab edirəm ki, ən düzgün seçimdir. Bu müstəqillik günü hər birimiz üçün çox əzizdir. Amma o da faktdır ki, o vaxt 1918-ci ildə əldə edilmiş müstəqillik cəmi 2 il çəkdi. Onu o vaxt saxlaya bilmədik, əlimizdən alınmışdır. Və ondan sonra 70 il, yəni müstəqil dövlət kimi yaşamadıq. 91-ci ildə müstəqillik bərpa edildi, amma yenə də təhlükə altındadır. Dediyim kimi, erməni işğalı, daxildəki hərcmərcilik, qarşı durma, vətəndaş müharibəsi, hakimiyyət uğrunda mübarizə faktiki olaraq ölkəmizi məhvə aparır. Və əgər o vaxt bu Öndər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, xalqımızın, dövlətimizin taliyi necə olacaqdı, onu demək çətindir. Hər halda Azərbaycan böyük fəlakətlə üz-üzə idi o vaxt. Və o vaxt müharibə dayandırıldı, inkişafa qədəm qoyuldu, güc toplanıldı və mənim dövrümdə hər gün bax, o azadlıq gününü biz arzulayırdıq və hər gün onu yaxınlaşdırırdıq. Siz də yaxşı bilirsiniz, bu ərazilərdə yaşamış insanlar nə qədər çətin relyefdir. Həm buralar, həm Laçın, həm Kəlbəcər, həm Füzuli Cəbrayıl orada 7 müdafiə xətti, minalar. Yəni bizim qəhrəman övladlarımız sinələrini qabağa verərək
özlərini qurban verərək o xəttləri yardılar və cəmi 44 gün ərzində biz Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur etdik. Nə ondan qabaq, nə də ondan sonra bu dərəcədə mütləq qələbə olmamış. İndi hər şey göz qabağındadır. Müharibələr yan yörəmizi əhatə eləyib. İstər şimalda, istər cənubda, istər başqa yerlərdə. Bu müharibələrin sonu olacaqmı? Heç kim bilmir. Nə ilə nəticələnəcək, heç kim bilmir. Bu müharibələrin qalibi kimdir? Onu da demək çətindir. Hərə deyir ki, mən qalibəm. Allah dövlətimizi qorusun, sizi qorusun. Amma bizim qələbə elə mütləq qələbə idi ki, burada artıq tək şübhə qalmadı. Bayrağımız da Şuşada qaldırıldı, ondan sonra Xankəndidə qaldırıldı və düşmən torpaqlarımızdan qovuldu, Ermənistan ordusu tamamilə darmadağın edilmişdir. Və bugün biz rahat yaşayırıq, qalib xalq kimi və qalib dövlət kimi böyük qürur mənbəyidir. Və qısa müddət ərzində belə bərpa quruculuq işləri aparmaq, bu da xalq üçündür. Yəni ki, insanlar tez qayıtsınlar, rahat yaşasınlar və burada, necə deyərlər, özlərini çox rahat, təhlükəsiz hiss etsinlər, qrup yaratsınlar, uşaqları böyütsünlər, ağbirçəklərə qulluq etsinlər və həyatdan zövq alsınlar. Siz buna layiqsiniz. Siz 30 il əzab, əziyyət içində yaşamısınız. Bundan sonra ancaq xoşbəxt həyat olmalıdır. Çox sağ olun. Təbrik edirəm. Sağ olun. Sağ olun. Sağ olun.